Hər kəsə salam dostlar. Bugünkü dərsimiz almanca olacaq. Almanca danışmaq üçün bizə lazım olan bəzi vacib feilləri öyrənəcəyik bu dərsimizdə. Dərsimizdə keçməmişdən əvvəl sizə bir xatırlatma edim ki, almanca öyrənmək o qədər də çətin bir hal deyil. Almanca çətin bir dil deyil. Nəinki almanca öyrənmək, hər hansısa bir xarici dili öyrənmək o qədər də çətin deyil. Xarici dil öyrənmək üçün əlimizdə, yəni bizim əlimizdə düzgün qaynaq olmalıdır və düzgün öyrənmə metodikası olmalıdır. Həmin metodika ilə və həmin qaynağı biz birləşdirib, ikisi bir arada həmin dili öyrənirik. Dil öyrənməyin iki yolu var. Birinci variantda hər hansısa bir imtahandan keçmək üçün, bu əsasən bu kursların bizə keçdiyi dil öyrənmə metodikalarıdır. Amma sən sırf həmin dili danışmaq istəyirsənsə və yaxud da ki, qarşındakı şəxsin danışdığını başa düşmək istəyirsənsə, mənim dediyim variantda həmin bu xarici dili öyrənirsən. Kursların bizə dediyi variant hər hansısa bir qrammatik qaydaları öyrənmək üçün tətbiq olunan variantlardır. O dil öyrənmək deyil. Yəni, dil öyrənməyi bəzi insanlar çətinləşdirir. Bəzi insanlar gedirlər 1 il, 2 il kurslara, amma nəticədə ortalıqda danışıq deyilən bir şey yoxdur. Bu, həmin o hallardan irəli gəlir. Biz danışmağa üstünlük veririk, qarşımızdakı şəxsi başa düşməyə üstünlük veririk. Bunun üçün bəzi qaydalar var, onu etməliyik. İndi keçək bizə lazım olan feillərə, dərsimizə keçək. Bizə lazım olan feillər hansılardır? Cümlə qurmaq üçün. Birinci feilimiz essen. Essen yemək, yəni yemək yeməkdə. Essen yemək. Feil essendir. Essen feilini indi şəxslərə görə hallandırmaq lazımdır. Biz şəxsləri bilirik alman dilində. Ich, mən, du, sən, er, o kişi cinsi, sie, o qadın cinsi, es, o orta cins. Wir, biz, ihr, siz, sie, onlar və sie hörmət mənasında istifadə olunan, danışıqlarda istifadə olunan sie. Essen feili çəkimləndirmək üçün, hallandırmaq üçün şəxs əvəzliklərindən də istifadə edirik. Ich esse, mən yeyirəm. Du isst, sən yeyirsən. Er, sie, es, isst, o yeyir. Wir essen, biz yeyirik. Ihr esst, siz yeyirsiniz. Sie essen, onlar yeyirlər. Misal üçün bir misal verək. Ich esse pizza, mən pizza yeyirəm. Ich esse pizza, mən pizza yeyirəm. Esse, gördüyümüz kimi essen yemək idi. Ich birinci şəxsin təkində necə hallanırdı? Esse kimi və gətirdik qoyduq nümunədə yerinə. Ich esse pizza, mən pizza yeyirəm. Eyni ilə mən olmasın, sən demək istəyirsənsə olacaq. Du isst. Du isst pizza, sən pizza yeyirsən və yaxud da ki, kişi cinsində ki, o üçün danışırıqsa, er isst pizza. O pizza yeyir. İkinci feilimiz trinken. Trinken içmək. Ich trinke, mən içirəm. Du trinkst, sən içirsən. Er, sie, es trinkt, o içir. Wir trinken, biz içirik. Ihr trinkt, siz içirsiniz. Yəni sizlər. Toplum şəkildə olan sizlərdən söhbət gedir. Sie trinken, onlar içirlər və yaxud da ki, eyni anda siz içirsiniz. Sie trinken. Böyüklə yazılıbsa sie. Yəni hörmət mənasında istifadə olunur. Nümunə, ich trinke Wasser. Mən su içirəm. Du trinkst olsa, sən su içirsən olacaq. Və yaxud da ki, sie trinken Wasser. Onlar su içirlər və yaxud da ki, siz su içirsiniz. Üçüncü feilimiz gehen. Gehen getmək. Gündəlik çox istifadə olunur. Gehen getmək. Ich gehe, mən gedirəm. Du gehst, sən gedirsən. Er, sie, es geht, o gedir. Wir gehen, biz gedirik. Ihr geht, siz gedirsiniz. Sie gehen, onlar gedirlər. Nümunə, ich gehe zur Schule. Mən məktəbə gedirəm. Ich gehe olmasın, wir necə olacaq? Wir gehen. Wir gehen zur Schule. Biz məktəbə gedirik olacaq. Dördüncü feilimiz kommen. Kommen feili gəlmək.
kommen da eyni ilə çox istifadə olunur gündəlik olaraq. Kommen, ich komme, mən gəlirəm. Du kommst, sən gəlirsən. Er, sie, es kommt, o gəlir. Wir kommen, biz gəlirik. Ihr kommt, siz gəlirsiniz. Sie kommen, onlar gəlirlər. Nümunə: Ich komme aus dem Azərbaycan. Mən Azərbaycandan gəlirəm. Du kommst aus dem Azərbaycan. Sən Azərbaycandan gəlirsən. Və yaxud da ki, wir, biz, wir kommen. Wir kommen aus dem Azərbaycan. Biz Azərbaycandan gəlirik. Bu feilləri yazaraq öyrənmirik. Sadəcə praktika etmək lazımdır. Danışığı praktika etmək lazımdır. Yazaraq bəli, hər hansısa bir dili yazaraq öyrənmək olar. Yazmaq intizamdır, qaydadır, qanundur. Öyrəndiyimiz qrammatik qaydaları yazmaq lazımdır, yadda saxlamaq üçün. Amma hər şeyin bir yeri var. Danışmaq üçün öyrəniriksə, danışığı başa düşmək üçün öyrəniriksə, biz praktika etməliyik. Yazılı olan bir halı yaza-yaza öyrənmək olmaz. Bu məntiqə sığmır. Biz bunu dinləmə edəcəyik. İndi mənim bu dediyim feilləri, misal üçün, səhər və axşam, gündə 2 dəfə. Əgər vaxtın varsa, günortada qulaq asıb, özün praktik şəkildə məşğul ola bilərsən. Praktik şəkildə çalışmaq lazımdır. Kölgələmə üsulu ilə. Güzgünün qabağında dayan, danış özün-özünə. Və yaxud da ki, mən dedim, sən təkrar elə həmin feilləri, o zaman görəcəksən. Səndə necə inkişaf olduğunu görəcəksən. Və hər hansısa bir xarici dili öyrənmək istəyirsənsə, bu da bir metodikadır. Filmlərə baxacaqsan, həmin dildə podkastlara baxacaqsan. Alt yazı ilə, amma alt yazısı mütləq şəkildə həmin dildə olacaq. Azərbaycanca və yaxud da ki, türkcə olmayacaq. Bəziləri bunu səhv izah edir. Alt yazıda həmin xarici dildə olmalıdır. Mütləq şəkildə həmin xarici dildə olmalıdır. Çünki beynimiz fokuslanır. Azərbaycanca alt yazıdırsa, Azərbaycancaya qulağımız həmin o siqnalı, eşitdiyimiz sözləri, cümləni, mətni beynimizə ötürməkdə çətinlik çəkir. Ötürür, amma beynimiz onu başa düşmür. Biz fokuslanırıq sadəcə oradakı alt yazıya. Ona görə də alt yazıda mütləq şəkildə həmin dildə olmalıdır. Səs və alt yazı ilə birlikdə. İndi dərsimizə davam edirik. Və son feilimiz sprechen. Sprechen, danışmaq. Sprechen, danışmaq. Ich spreche, mən danışıram. Du sprichst, sən danışırsan. Er, sie, es spricht, o danışır. Wir sprechen, biz danışırıq. Ihr sprecht, siz danışırsınız. Sie sprechen, onlar danışırlar. Burada yəni ihr sprecht dedikdə bütün feillərdə sadaladım. Ihr sprecht, siz danışırsınız. Yəni sizlər, ikinci şəxsin cəmində olan sizlərdən söhbət gedir və bir də burada sie sprechen, onlar danışırlar və sie sprechen, siz danışırsınız. Bu rəsmi danışıqdır, rəsmi danışıqdır. Hörmət mənasında istifadə olunan sizdir bu. Yəni bütün feillərdə nümunə çəkdik. Onlar danışırlar, onlar gəlirlər, onlar gedirlər. Amma burada siz danışırsınız da onun içərisində də. Yəni rəsmi danışıqda istifadə olunan siz də buradadır. Sie onlardan danışırlar və sie sprechen, siz danışırsınız. Nümunə: Ich spreche Deutsch. Mən almanca danışıram. Ich spreche Deutsch. İş olmasın, başqa bir şəxs əvəzliyi olsun. Du-nu verək, sən olarsa du sprichst olacaq. Baxın, du spreche ola bilməz. Du sprichst olacaq. Du sprichst Deutsch. Sən almanca danışırsan və yaxud da ki, o almanca danışır. Əgər o, həmin danışdığımız şəxs kişidirsə, er spricht Deutsch olacaq. Qadındırsa, sie olacaq. Sie spricht Deutsch, o almanca danışır. Bugünkü feillərimiz bu qədər. 5 vacib feil idi. 5 vacib feil. Bunları çalışaq ki, praktika edək, bunları danışaq, dinləyək. Vaxtımız olduqda, baxın, yenə də deyirəm, yazaraq öyrənməyək. Dinləyərək və danışaraq öyrənək. Yazmaq lazım deyil. Səhər və axşam. Əgər vaxtın varsa, günortada bunları danışırsan.
Həmin bu 5 feili öyrəndik. Bunlar bizim üçün alman dilində danışmaq üçün çox vacib feillərdir. Ümid edirəm ki, bu feillər almanca öyrənmək istəyənlər üçün faydalı olacaq. Sonda bütün izləyicilərimiz, videoya baxan izləyicilərimizdən xahişimiz odur ki, kanalımıza abunə olsunlar. Bütün hər kəsə aiddir. Xarici dil öyrənmək istəyənlər, nə suallarınız olsa verin. Bu kanalımızda biz çalışırıq ki, kim çətinlik çəkir xarici dildə öyrənməyə, onlara biz köməkdarlıq edək, onları xarici dildə öyrədək. Videomuzu bəyənin, kanalımıza abunə olun.